Çok sağ olun. Az öpürəm hamısına şans golü kalp. Nasılsın tatlım? Çok teşekkürler. Boyun kaç? Yaşın kaç? Yaşım 20. Ay başlayın. Yaşım 20, Sen boyum de 1.85. başlayın. Bir dakika. Sağ olun. Allah'ın acı çirkini ben sana demedim mi 2.15'te gelirsiniz. Ne fızgırdırsınız? Oyna, Saat bir daha oyna, ne 1.24. çıkarsa, birce oyna. 2.20'de gelin. Başlayın, Saatinizi bir oyna. gözlüyün. Bir oyna. Allah cezası. Daha Bir oyna, müşterileri bir kabul oyna. edirəm. Başlayın, Sizin bir oyna. sıranız 2.20'de Bir başlıyor. oyna, ne çıkarsa. Sıran var 2.20'ye Bir oyna, kadar. Daha bir da oyna. müşteriler Bir oyna, görürsünüz. ne Allah'ın çıkarsa. cezası. Bir oyna. Sıranızı gözlüyün, sıranızı. Hele sizin üstünüze çok bir gözlüyün müşterilerle danışmayayım. Oo, bunlar da sırasını gözüme de gelirler. Ha, şans kol çok teşekkür ederim. Canım sen şans kol tut gördüm kırgızıl satırsan az girin kırgızıl alın. Şans koldan. Şans kol ne demekti? Şanslı kızıl. Şanslı kızıl. Ha. Vaga yayındadı. Kız Vaga'ya mı gidiyor? Ay Turalcığım çok sağ. Vaga. Atarsan belli sağ. Ay benim canım əxibratım ne tersen? Sağ ol, yaxşı olasan. Ne var ne yok. Çok teşekkürler. Bir dakika Vaga. Turalcığım çok sağ ol. Yayından sonra yalayacağım. Özdə mən sənə belli sağ. Mən səninlə qoşulmamın səbəbi var. Mən sənin nə vaxt torbamı tikmişəm, mənim torbamı tikib. Değer girişəcək yok söhbət. Biraz salamlaşaq. Ne tersen ne inirsən? Yəni neyniyəcəm? Yetim uşaq neyniyir? Öz paltarın yürüt. Başın sağ olsun ay kankacığım. Çox sağ ol, çox sağ ol. Belli sağ. Vallahi yerin cennet olsun inşallah. Ay Vaga orada biraz dilim çarşıf yemişim. Allah Vaga'ya rahmet eylesin. Orada çarşıf. Elə mən də ölmüşəm də. Da bacı itir, qardaş itir, ana da buradan da mənə də elə rəhmət Niye öyle eləsin. dersin? Öyle deme vallahi billahi. 2 tane uşağım. Neçə tane uşağın var? Balaca 2-3 tane uşağı var da bakan öyle mi? Ha. Hadi 2-3 tane uşağın var. Allah uşaqlarına can sağlığı versin. Senin elin kolun sağlam. İnşallah işləyərsən. Onlara belə Allah iş güç versin. Onlar səni diriltsin inşallah. bir dənə iş gücü olsaydı olar. Canım ne terk edir? Biraz yüzünü güldürüm ay bakan. Ay mənim üzüm onsuz da gülür də, uluyur da. Gecə uluyuram, gündüz gülürəm, gün orta ağlayıram. Qəribə adam. Niye öyle dedim torbanı demişəm? Bilirsən bir dənə video qabağıma çıxdı. Sən göz şikayət Ay eləmişsən. bala, mən sən şikayət edirəm. Mənim heç nəsə qapımdan itir, mən kiməsə deməyə şey eləyirəm. Bilirsən niyə bak Allah haqqı bak o videoda özün də hamı qeyv ki belə sən güya şikayət Mən eləmişsən. bilsən, sən tutulmamışdan qabaq, mən bir dənə şey dedim ki, sənin bir qaydın var idi, nazik bildin də nə? Demişdin, var. O çıxdı qabağıma qayd. Canlıda qayd elədilər. Dedim, ay bu da, ay gör bu nə deyir mənə. Vallahi belə olmaz. Orasını qayd Bağışla. ediblər. Sənə nazik dediyimə görə, değil mi? Nazik deyil halbuki. Hə, yanlış şeylər danışsan. Az düz deyir də mən də buna nazik şey demişəm axı. O olmaz axı, bəlkə qalın. Ay canım, işlərin nə tər gedir Vaqa? Ay, bu nə olaydı? Vaqa işlərin nə tər gedir? İş yoxdur. Az niyə dövmə eləmək istəyənlər gedin Vaqaya, qəşədə dövmə eləyir. Niyə getmirlər? Hamısı yazıb bahadır, nədir? Nəyiniyim? Ay Vaqa niyə neçədən başlayır döymək 50 səncə? manatdan başlayır da. Hansı Az da bu yazıb yetim bahadır, 50 manat. Siz nədir? deyəsən Türkiyədə, oy ay Vaqa Türkiyədə bax bap balaca dövməyi Allah'ın Allah olsun haqqı. Norveç'ten gelirler yanıma Bak- tatlı vurdururlar. Benim Norveç'ten. Aa, bap balaca dövməyi bir dənə yalanan adı yazırlar 200, 300, 500 manata Allah haqqı. Yetim 50 manat eləyir ha. Aa, Vadan vallahi. ağarsın. Ama o işleri çok yaşa. Aa, Vaqan el işləri qəşəkdir. Allah mən sevirəm Vaqayı. Kaç sen atarsan. Çok sağ ol. Sen necəsən? Burada yazır şov qutardı. Anamın rəhmətə getməyi şovdur. Anam da rəhmətə get, bacım rəhmətə get. Neyim qaqa? Durum özümü asım ondan sonra yazası Allah rəhmət eləsin. Ana ağarsın yazıq uşaq. Bir Neyim? dənə Əlimdən bir nə canı gəlir? var. Mən yetim neyim? Daha bir şey deyəcəm. 2 dənə uşağı var. Uşaq Vaqa Ya da bir aliment dəfə, eləyir. bircə dəfə Ağarsın. olsun demədim ki, anam xərçəngdir, gəlin kart qoyun 1 manatdan ya. Anamın canı eləməmişəm də elə bir şey. Qurban olaram. Allah desəydi niyə eləyərdi? Nə olacaq? Ay yox, tanımam mən elə şeyə. Ay yox elə demə Vaqa Allah haqqı. Yəni uşaq neynəsin? Özün bir canı qalıb bir də 2-3 dənə uşağı qalıb. Nə qarsan uşaq? Yəni Allah aşkına oturub ağlamayacaq ki. Üç dənə. Həyatda. 2-3 dənə deyil. Neçə dənə uşağın var? Ay Vaqa. Mən desən də maşallah ay həyatım. Mən nə bilim, hər evdəkilərdən biri rəhmətə gedəndə açıb deyirlər aliment istəməyəcəm, sonradan elə ölür söhbət. Ayda nə qədər aliment verirsən? Ay, nə sən soruş, nə mən rəvabıma yoxma, nə yoxam. De vallahi o yazıq ha. Bu. Heç iyulu verməmişəm, əşi, nə olar. A nə qədər versən bir uşağa aylıq aliment? Biri, o şey 600 neçə manata gəlir çıxır da. Biri 175-dir, birinə biraz çox verirəm də. Hə, o bir şey 600 də gəlir. Ha. Bəli, TikTok'dan qazanmırsan ömrü. Qurana and olsun. Bax, sən mənə direktdə bir dənə yaz. Mən sənə bir ay ərzində gələn pulu skrin eləyim atım sənə. Gör mən bir aya buradan
30 dollardan çox pul götürürəm, götürmürəm. Ya Allah haqqı. Bax, balamın canı deyirəm. İş də yoxdur, eləmi? İşim belə olur, məsəl üçün 2 gün olur, 5 gün olmur. 6 gün Ada bu olur, yetimdə 15 50 gün manatlıq olmur. şeylə niyə qaracaq? Mən də PK eləyən adam deyiləm. Görmüsən, görməmisən. Mən canlı Hə, eləmirsən. Mən də çox PK eləmə, elə belə mırta da, belə məsəl yarışlara falan girən deyiləm. Ay nə bilim Ayvaqa, Allah ürəyinə görə versin. Ya şey uşaqsan, çox əziyyət çəkən uşaqsan da, amma vaxtı ilə çox səhvlər eləyibsən. Məncə ona sən biraz peşmansan. Nə bilim, dədəmə qulaq asmam. Hə də nə olur Ayvaqa, Allah aşkına 3 dənə uşağa. Bax özünə bir baxamırsan, evin eşiyin yoxdur, tursika alamırsa gedib 3-4 dənə uşaq eləyirsən. O da şeydir də, düz demirəmmi? Hə, düz deyir. Bax sonradan peşmançılıq çox sonra olur. Allah haqqı evlənirlər, yanıq dönəmlərinə düşür, evlənirlər, buna 3-4 dənə də uşaq pırtladırlar, özlərinə tursik alamırlar, sonra bax belə qalırlar ki, mən alimenti nətər ödəyim. Ay nə gerək vardı, cavan oğlansan, qəşəksən, bir altın evin eşiyin olaydı, işin gücün olaydı, bax kafanda. Mən Vaqayı çox sevirəm. Vallahi nə problemin olarsa Amma yazmağa. TikTokda Həmən. heç kimi takip eləməmişdən qabaq birinci Velizar məni takip edib. Denə. Və Vaqa nə problemin, nə bir şeyin olarsa həmən yaz mənə canım mənim, yanındayım. Bax, ev almısan, Veli. Nikoya dal, hələ zırt tökülüb. Ev almısan? Ay o gün getmişəm şeyə Adliyyəyə duran, Qəbələdə getmişəm Afriya, indi reklama çağırıblar. Mənə yazıblar ki, günlük evi tutmuşam nömrələrə. Yazıblar ki, Velizar təzə ev alıb. Ayda elə bildim ev almısan. Dedim bomba evdir, sağlığa baxsın. Aa bu arada rəhmətli maman da məni izləyirmiş, eləmi? Hə, axırıncı dəfə axtarış yerində sən idin. Ya, anan rəhmət olsun Allah. Vaqa kim qaldı? Bir də uşaqların var. Bir də sən eləmi? Qaldı bir dənə dədəmdir. Dədən. Başqa qohum əqraban yoxdurmu? Qohum əqraba var, onlar hər gün oturmur ki evdə. Gəlirlər, yasdan yasa gəlirlər, xeyirdən şərə belə. Elə onlar da yazıqlar, onlar da elə yam-yam. Hə, Onlardan da bir xeyir. Allah kahretməsin kız. bilmirəm nədir. Yam-yamda yəni onlar da ac. Bizdə acdan, biz amız ac. Ay demə mənim nəsil elədi. Amma mən belə də ac deyiləm, Velizar. Hətta bir işin gücün də var. Səni biraz bu aliment yıxır. Hə, biraz aliment. O qaldığın yer kiradır. Bespantovu Sroksat yıxır mənə. Məsəl üçün tutuldum bir neçə min ziyana getdim də indi işləmədiyimə görə. Bespantovu Srok da mənə çox yıxır. Demə bax o qaldığın ev kiradır. Yo, bir otağım var da. Hə bu ora sənindir, kira deyil. Hə, kirayə deyil. Kirayə olsa vəbşə yoxam. Elə cəhənnəm elə. Sən deyən elə orada yatıb qalxırsan. Ay, burada yox, anam gilin evi var da rəhmətliyin, orada keçib yatıram. Və mənə bax, sənə brat deyənlər, bu qardaş deyənlər birini görmədim yanında. Niyə? Ay, mənə brat deyən, mənə bilsən nə vaxt ehtiyac olur reklama Bax, ən zadara. pisi o da ha Vaqa. Allah haqqı xoş günündə yanındalar yeyib içmək üçün. Pis günündə heç bir dostunu görmədim. Allah'ım olsun Röşka var ha, Röşka. Bax, Roşka deyirsən Roşkada da görmədim. Heç birini. Brat əxi Mən Allah'ım olsun tüm videolarıma bax. dördlü PK-ya Mən özümdə belə girdilər, Röşka birini paylaşıram. Birini görmədim yanında. Dördlü PK-ya girəndə ay canım qardaşım, əxim, bratım, birini görmədim məhkəmədə. Allah haqqı. Amma bax arzumun başına hadisə gələndə. İndi mənim səhifəmdə videolarını görmüsən onu 1,2 milyon, 500, 600. Heç özümə aid şəxsi video paylaşanda belə arzumun şəklini vururdum, paylaşırdım ki, yəni unudulmasın da. Nə bilim, mən istəyərəm heç kim tutulmasın, hamı mehribançılıq, heç kim bir-birini söyməsin. Hə, vallahi. Deyinsin, gülsün, əylənsin. Nə də sosial mediada. Onsuz da Allah'ın olsun bilmək olmur, sabah nə olacaq, başımıza nə iş gələcək. Bəlkə elə adam var yatır durmur. Düzdür. Amma bir şey deyim Vaqa, bax danışan yenə də danışacaq. Sən yenə hicaba geyir, danışan yenə də danışır. Bax Mən deyilmə deyil elə şeylər. deyir uşağın anası rəhmətli olub, deyirlər ki, adamın bir məsəl üçün ailəsində bir kütlə olar, nəslində kütlə olar ki, kimsə onun haqqında danışanda təsir eləyər ki, qohumlardan kimsə eşitdi zad, ay buna atvet verin. Mən məsəl kimin var ki, kim palaskat eləyir, deyirəm mənə elə getsin. Söyürsən söy, danışırsan danış. Palaskat edirsən elə. Bir dənə bazar tutturma mənə fisiyoda. Ay, sən mənə bax, keçən ay alimentin nə qədər qalıb? Keçən bu ayda, bu ay hələ vermişəm, iyunu vermişəm, iyi oldu. O da indi demişdi ki, fisiyo bundan sonra aliment almayacağım. Amma düz söhbət deyil də verəcəm. Təbii canım, uşağındır, verməlisən o ayrı. Ha. Ay, Vaqa ya, az Vaqa qarşı tərəfə hədiyyatın da, mən niyə Eynirəm hədiyyəni, lazım deyil. niyə olsun da, Ya.
Ay, mən çox sevirəm Vaqayı. Ola bilər vaxtında hamı səhvlik eləyib, nə olacaq ki? Az nə səhv eləmişəm sənə? Yalanca mənə demirəm, şey deyirəm də arvadlarına. Kim səhv eləyib hə? İsə də Sultan Süleyman kimi Hürrəm gəlib, Mahidevran gəlib, Allahın Ay cəzası. öpürəm ay sağ. Sən də bütün cariyələrin hamısını hamilə qoyubsan. Nə olub ay Vaqa? Deyə bax ola bilər də nə qaraq da kişinin başına iş gələr. Bizdən nəsildə adam az idi da. Mən dedim elə uşaqlar tez. Neçə dənə oğlun, neçə qızın var? 2 dənə. 2 dənə qız. Oğlan Oğlan, qızın yoxdur. Yo indi olacaq da o da. Hə, bu təzəsi var. Məsələn sən də Bə deyirsən olacaq, o nətər olacaq? yavaş yavaş da. Vaqa dəlisən, sən aşkım. Neyiniyim bəs? Bunları hələ bir yarıt, sonra onları yarıdarsan da ömrün. Ayrıca böyük bir nə alimentim qalıb? Böyük alimentə 20 min qalıb, balaca alimentə 45 min manat. Nə qalıb? 60 min borcum var. 18 yaşına qədər də sən cırlarsan ki. Yarılamışam da da. Bir 7 yaşım var. Az yazıq uşaq bir dəri bir sümük qalıb. Sən 18 yaşına ay mama. Ay elə demə. Sən. Ay dədə. Az bu 18 yaşına qədər onları hesablayıb eləm. Yəni aylıq 150 manat. Ay. Nə 150 manat? 260 manat de. 150 manat aliment. Evin yıkılmasın ay zalim. Ay evin Vallahi yıxılmaz 150 yazıq. manat aliment var. Özdə Yazıq, bəxtdən var ha, bəxtdən. Təsəvvür elə adam var, deyirəm neçə vaxt Ay aliment bak ben de vermirsən. tatlı istəyirəm. Gələcəm yanına ama pulunu verəcəm. Gəl. Bax adam var ki, məsəl üçün soruşuram ki, aliment ödəyirsən, deyir qaqa 5 ildə ödəmirəm. Heç nə olmuyor. Ay mən 1 saat ödəmiyim. Qurana and olsun zəng gəlir ki, nə olur? Bu ayın alimentini ödəmisiniz? Şöbədən zəng gəlirlər, icra şöbəsindən. Amma lazımdır. Bax uşağın var. Nə qarşısında Əlbəttə ki, mənim çeklərim var. Hər ay ödəyirəm. ödəməlisən. Ödəməsən yallah olmaz. Özdəki alimenti ödəməyən adam çöldə olanmaz axı, mümkün deyil. Sənin onda bir dənə alimentin qalıb keçən aydan. Ha. Yaxşı. Canımsan, öpürəm səni. Çox yaxşı oğlansan. Allah həmişə könlünə görə versin. Ələni belə. Sağ ol canım mənim. Mən öpürəm. müğayət ol, katıyam. Sağ ol. Sən Vaqaya yaz. Yazacağım. 150 manatdır da. Yani 2 güzel. dənə alimentin qalıb. Ha ben attım. At nə olacaq? Kulak as. Toilik değil ki. Yazsın kız, uşaqdır daybacı, ola bilər vaxtından eləyiblər səhvlər, hamı səhv eləyə. Biri var o səhvin üstünə səhvi davam eləyəsən, bir də var 150 manat insanın qaldı. başına iş gələr. Hə də keçən ayda 150 Ay manat şey atar. biliyorsun. Nə Öyle bir olacaq? kelle olur. Kulak as söz deyirəm. 260 manat az, neysə. Olar, hər şeyi Allah gönlünə görə versin Allah hamının. Hə. Toilik değil ki. Toilik'in bir iki tane uşaq var. Sadəcə bilirsiniz nədir? Gəlin mən deyirəm siz başa düşün. Bax o uşağın durumuna yanıqlıq eləyib evlənməyin. Hə də lazım. Ay bacı işiniz gücünüz olsun. Borca düşüb gedib toy eləyəcəksə Allah cezanı versin. Eləmə də. Ay bacı toy eləyirsiniz 10 min 20 manat gedib borc götürürsünüz. Az yemeğiniz yoxdur. Nə var qohum əqrabaya bahalı göylənəcəksiniz. Gidirsiniz ipoteka ilə kreditdən pul götürürsünüz. Təzədən onu eşşək kimi sürünə ödəyirsiniz. Ne yemeğe işiniz olur, ne bir az ne gerek var. Bir elin işi olsun, bir evin cehennem 1+0 bir dahman olsun, bir dranklet maşının olsun, bir işin gücün olsun aylık 500 min manata bir öz karnını doyur. Sonra uşaq elədə bak sonra belə kalırsınız ortada. Ne gerek var? Yani görürsünüz. Bari görmeseniz başa düşərəm. Görürsünüz bak bu uşaq neler çekir. Az ne gerek var? Gencecik yaşta evlenirler, yanıklar kimi ne olur az bir okuyun, bir şeyliyin. Ne bileyim təhsil alır. Bir dəfə şansınız gətirməsə ikinci dəfə Ne olur 18, 19, 20 yaşında pırtladırsınız, uşaq doğursunuz. Ne olur be? Ne oldu he? Gençliğiniz gedir, ömrünüz gedir. Çürüyürsünüz belə sən Allah. Tolik ne deyir ha? Toilik deyir ki 2 dənə uşaq var. Mən Belizlərdən xahiş edirəm də 2 dənə uşaq var deyir. Yeni bir yer açıblar, şirniyyat yeri. Onlarla deyir 5 dəqiqə PKT. Onlar ala takip elə. Al telefonu takip elə. Az 2 dənə uşaq var imiş. Tolik qardaş deyir ki təzə şirniyyat açıb. Ay211 Cəlalım canım mənim çox sağ olun qız hədiyyəyə görə. Roşka da bir Azərbaycan oğludur, evladıdır. Allah heç kimi dar gündən sınamasın. Onlar vaxtı ilə bir səhvlik edib indi çox peşmandır. Nə olacaq? Əlinizdən gəlsə belə bir yardım eləyərsiniz. Qız 5-10 manat falan. Alimentin heç olmasa yetim uşağın yardım eləyək. Nə olacaq? Amma 250 manatı məndən o bir aylıq alimentini göndərəcəm onu. Arvadı kimdi? Az hansı arvadıdır? Ona salam gönderim. Az Allah'ın cezası. Asi. Kız Asi sana atma elə.
Ha yox, yetim çek verir, eləmi? Salam. Eşitmirsən məni? Ya eşidirsən, sadəcə eşitmirsən. Az yox, elə. Eşidirsən, amma danışamırsan. Eşidirsən. Danışamırsan. Danışa bilirsən, eşitmirsən. Danışamıram. Hansını elirsən? İki türü də yoxdur. Danışa bilirsən, eşidirsən, nə dediyimi bilirsən. Hə, eşidirsən. Ha, oğlum. Nə tərsən? Doğuşdan deyil mi? Doğuşdan. Ha, hiç zırt başa düşmedim. Yani doğuştan da sonradan mı? Başa düşmem. Gülmeden niye gülürsen? Yani deyirəm ki, ömrüm, aşkım, sevgilim, doğuştan mı danışamırsan yoksa sonradan mı? Allah'ın cezası. Az məncə o eşidir, bilə-bilə eləyir. Eşidirsən mənində. Az eşitəmir, elə mi? Heç biri. Rahmim daraldı, ilahi pərverdigar. Hə, bir qulağın azca eşitir. Aparat alsaq düzələr. Bak bu hardan geldi? Bu Mıxməmmədi niye aldın? Az, alo. Az bunu neye aldın? Bunu Mıxməmmədinə gişe tanışırdık. Allah'ın cezası seni, bunları hardan aldın? Niye? Alo. Bunu niye aldın indi sen? Rahmim daraldı, rahmin çürüsün. Allah'ın cezası rahmimi daralttı. Oğlanları takip elədin. Hə. Adı nədir oğlanların? Doğru. Tolik deyir ki, 2 dənə qardaş var imiş, qardaşın yana. Fright Factory. Bax, yaraşıqlıdır mı? Tolik dedi. Alo. Salam aleyküm, hər vaxt olsaydı. Ay Tolik canım benim. Ay yardım eləyə Tolik bu oğlanlara mütləq. Necəsiz? Sağ olun, siz necəsiz? Ay çok tatlı. 2 dənə qardaşsınız, eləmi? Bir dənə axşamınız xeyir, necəsiz? Sağ olun, çok teşekkür ederim. Ne olub? Yeni bir mekan açıbsınız. O arkadaki kimdi mavi gömlekli, ona da bakabilirik? Ay Allahu Ekber. Size mütlak yardım el uzatılması lazımdı. Aha. Ay Tolik. Tabii canım, biri Tolik, biri Katya, biri ben. Aycan. Oo, dörttü bu, dörttüdür Tolik. Aha, buyurun. Ay Tolik. Allah cıraram seni. Ben bu bırakmayı daha çok kömeği istemirəm. Aa, sizin de yeriniz hardadır? De görüm. Yerləşir Bəşir Səfəroğlu 180-də, Nizami Kino Teatrının özbəyiz. Bizim məqsədimiz ilk olaraq ikimizin də çox gənc yaşlarıdır. Həm Bir işləyir. şey diyeceğim kanka, lafını kesmeden. Telefonunu bir yere koymuşsan, onun mikrofon yeri değir, sesin ince gelir. İndi gəlir. Neyse, Bluetooth'a bağlı değil telefonun. He danış. Tamam. Bəşir Səfəroğlu 180-də yerləşir ünvanımız. Nizami Kino Teatrının özbəyizdir. İkimiz də gənc yaşda başlamışıq işə. Həm işləyirik, həm də buranı açıb işlədirik. Və İkiniz yerdə yanındakı ilə. Bəli. Hətta məsələ burasındadır ki, həm işləyirik, həm də buranı işlədirik. Bəzi nüanslarda bura bağlı olur, bəzi nüanslarda açıq olur. Bir dənə şöbəniz var, o da Bir dənə dediğin şöbəmiz var, yerdedir. bəli. 2 dənə. Bir dənə. Bir dənə. Və nə satırsan? Biz satdığımız nədir? Biz meyvələrdən kaplar düzəldirik yayla bağlı. Menyunu bir dənə zəhmət olmasa bir biz verin mənə. Heç müştərin yoxdur kanka. 9 gün ərzində ilk siftəni indi elədik. O da burada düzəldirdik, bir nəfər gördü, gəldi aldı. He. Bax, mən 9 bu gündə menyu- açdırsan heç da Heç eləməyibsən. sift eləməmişəm. Bax bu menyudur. Bilirəm onu, mən yemişəm belə qəşəng meyvələr. Evə gəlir yoxsa? Satdırılma da var, belə də var. Bir də menyumuza əlavə olunan yeni şeylər var. O məsələn, çiyələ ilə şokoladdır. Hə. Az qəşəngdir, hə. Əvvəldə qəşəngdir. Bananla şokolad. Ay qəşəngdir, Allah qad. Neçə yaşın var? Sorun qarışmış. Qəşəngdir, o qəşəng bir də göstər. Çox qəşəngdir o. Bu çox qəşəng zarafatı bunu O uzunu deyirdim, o da qəşəngdir. Hə. Mənə bax, bir şey deyəcəm. Gecə 7-24 saat işləyirsiniz. Yox, saat 12:00-dan 23:00-a qədər. İndi məsələn deyək ki, sənə zəng elədilər, sifariş gəlir evə. Gəlir. İndi də Yatır. hazır. Bir dənə sifariş olsa çatdırmağa. Mənə bax, sifariş nömrən yan tərəfdədir, yoxsa bu telefondadır? Yox, elə burdadır. Bunun nömrəsidir. Tamam, nömrəni de. 050 50 554 31 47. İndi bir dəqiqə gülmə. Az bir dəqiqə, sən canın ay məni izləyənlər sifariş vermək istəyirsinizsə, waffle falan deyirsiniz, eləmi? Waffle eləmirik. Sadəcə meyvələrdə üstü şokoladdır və qablaşdırılmada meyvələrdən lotus Ha, çəkir. nömrəni təzədən də görəcək gələcək. 050 554
050 554 31 47. 31 47 yerin hardadır? Bəşir Səfəroğlu 180-də Nizami Kino Teatrı ilə üzbəyiz. Az 10 gün açıblar, heç bir siftə eləmirlər, bir dənə siftə eləyiblər, zəng elin. Bak keşke meyvelerin, bananın üstüne çikolata sürürler kızlar, o çok tatlı olur. Adına bak. Hanı? Tezden nömreni değil, Hazretleri. Ay ben dedim o nömremi. Ben hani ben... Ne oldu, ne oldu? Az ne oldu? İnternetin gitti, internetin gitti, alo. Az ne oldu be, ben dedik nömrem benim telefonda. Telefon benim nömremde değil. Bir Allah'ın çarpıldın hargeden. Rahmin yansın. Ben dedim nömren bu nömrenin değil. Tutup çırasım geldi. Ha. Ay oğlan. Ay ben dedim nömre o nömre dedi. Telefonda da ayalı. Benim izleyicilerim az sizin yüreğinizi yiyeyim. Kurban olum az size. Allah'ım böyle gençlerin elinden tutmak ne hoştu bize. Vallahi billahi kız. Neydi ki 5-10 manatından gelip. Üzr hesab edin, zəng gəldiyinə görə internet problemi yaşayırıq. Obyektdə Wi-Fi yoxdur, telefondan telefon. He, indi bir başka bir telefona bağlandı. Çünkü Sən zenge yazın, bağlandı. zəhmət olmasa sifarişləri bir nəfər zametkiyə qeydiləsin, gəlir. Değerli dedi sipariş geldi ki. Harca 3-4 dənə dayanmadan bir yerdə gəlir zənglər, onu çatdıra bilmirik He, də. ad nömreyi tezden de görün. 050 Ya Allah'ın cezası telefonu başka telefona bağla. Hı. 050 554 31 47. 554 31 47 050 ile. Ne Ödənişlərdə dinə satıyorsun? baxsınlar. Ben neçə Deməli, satırsan? Qiymətini de görüm. qiymətlər çox münasibdir. Bax bu qapıların məsələn biri 4 manat 50 qəpik idi balaca boyda, böyüyü 5 manat 50 qəpik idi. Məsələn bax bu bananla çiyələyin biri 3 manat 99 qəpik idi, yanında da çay pulsuzdur obyektdə. Yəni obyektdə görün bir oturmaq. dənə sipariş. Prosta tema bilirsən nədir? Obyektdə oturmağa yeri yoxdur. Hadi tez bazar seydiyində götürün B halın sifarişlərdə. Aynen Topolik. Ben Belizar. Yayından sonra Tolik ben de gelebilirim orada senin o bananından yiyeyim o çikolatalı bananını çok bana Yemirsən, verirler. sabah tolikdən səni gözləyirəm obyektdə. Ay canım sen bir de o birisi ay Tolik gele. Ay Tamam, ama tamam. oturmağa yerin yoktu. Oturmağa yer yoxdur, mənim ürəyim genişdir. Mən bura 2 dənə stol təşkil edəcəm, sən oturarsan. Ay sana bir şey diyeyim inşallah böyle işin o kadar geçek İnşallah. geçsin ki oturmalı yerde tutasan. Amin inşallah. Görək də. Biz fikirləşdik Görüm ki, bu şəbəkənin 050 050 50 554 31 47. 554 31 gelir zehler. Hələ ki, dayanmadan danışırlar da, ara verə bilmirlər. Bir dənə zəng Hə? deyəndən çalışsın bir 10 Ama saniyə bir şey falan fasilə diyeceğim. nəzərə. Sen canın ay izleyicilerin sizin canın ne olar Allah yüreğinize göre versin. Hakikaten kişi kimi güzel yüreğe sahipler. Sipariş vereceksinizse zengeleyin. Bunların da sevincini kırmayın. Yine bile mırta zengelemeyin. Hakikaten sipariş vereceksinizse bu DG zengeleyin min bereket gece vakti hayırımız olsun. Behala. Beha. Hə, demişəm. Bir dənə xayfanlara dinə B alsınlar da. Çünki eləsi var boş. Hə, B al yok da. Burada bizden özlerdi 3 dənə balan var, 2 dənə çiyələk, şey olmasın, zay olmasın o da. Beh nedir bilirsiniz? Boşuna zengeliyirler. Bilirəm. Yəni 2 manat əvvəl şey yazsın alırsan, Bu bir də uşaq da çatdıramır. aşkım, bu uşaq da orada əziyyət çəkir, hazırlayar, sonra yalandan bunu Gecə saat 2-yə qalıb, bax Allahın olsun vəzir, bax bizim rejimimiz nədir? Bax 3-də gedirik evə, ya 4, 5-in yarısı, yəni buranı bağlayınca eləyincə vaxt uzanır. Yəni. 5-in yarısı falan çatırıq evə. Yatdıq, saat 8-9-da dururuq, gedirik işə, işdə işimizi işləyirik. Orada işi işləyə hələ bura da çatdırırıq da, işlədiyimiz Ha, yerdə. olsun, canımsa ne olacak? Ham işte. Əlbəttə ki, əziyyət çəkmək lazımdır bugünkü gündə. Belə sonrası gənc yaşda eləyiriksə, əziyyət çəkmək. Belə gənclərə təzə obyekt açanları reklam eləmək lazımdır ki, bu da Azərbaycanın bir gəncidir. Bax, İnşallah. Allah'a Ne anlasın olacak? fikirləşirdik ki, 3 gün sonra bağlayaq. Çox dirənmişdik. Yo, niye bağlıysan? Allah böyüdü bir kapı açar bir kapı. Bak Azərbaycanda mən Əlbəttə ki. Bakıda ilk dəfə də görürəm belə meyvəli falan belə şeylər satan yer. Yəni ciddən ilkiydə. Biz bunu brend halına gətirib şəbəkə formasında çatdırmaq istəyirik ki, restoranlara, dükanlara falan çatdıra Ay bilək. sen toliklə ne yazırsan orada gümüşürsən. Bu Katya yama gülürlər. Katya toliklə. Bir dakika tolik bir şey değil ha. Nə deyir? Orada diyor ki Topolik ne zaman geldi. Katya nə deyir? Ay hiç de canım benim. Aha. Şeydir. Canım benim. Ay canım. Burada Baş yazılan geldi. 28-də mağazinimiz var, yoxdur. Hələ ki yoxdur, amma 28-də yaxın ərazidədir. Dizayner lazımdır. Çox sağ olun, Bak hələ hele ki. bir şey diyeyim. Bu PK'ya da kadar devam edeceğim. Sonra sen yayını bağlama. Full
reklam elə, öz işini göstərdi ki, belə zəngilin evə də Oha, gəlir. 5 adam var canlılar. Hə, sifariş elə, mən gedəndən sonra yayınına davam elə, yaxşımı? Yaxşı kanallar. Çox sağ Canım. olun. Sən haransan Qadanqalım deyirsən, Gəncəlisən? Mən əslində yox, Bakılıyam, prosta işimə görə hər bir kənddən ola bilirəm ki, müştərilərlə. Mən də eləyəm, Allah haqqı. Müsibətə girərlər. Normalda futbol izləmirəm, amma pullulara görə yalana Pullara görə Galatasaraylı. Məcbur. Məsələn, adam şir atır, deyir Galatasaraylıram. Bir övrəm Şiratanlardan birini yönlət bura, arendanı çıxardı. Da ikinci Aa, arendanı onu sənə- borclayıq. Sən cırıq-cırıq eləyirəm, mənim dəstəkçilərimi kimsə istəyəməz. Bəsim. Bu qədər də yox. Bu qədər də yox. Asla dəstəkçilərimi kimsə çala bilməz. Asla. Onlar mənim canım qız. Onu daha bu dedi. Asif dedi ki, elə təklif elə. Dedim yox. Hay Asif canım benim. Onun bananına yemək istəyirəm. Asif gerçekten özü. Yok da yani Asif banan düzəlsin. Asif özü düzələcək mütləq. Ha. Mənə bax nə qədər gəlir zəhlər, sipariş verən olub. Gəlir, davamlı olaraq zəylər gəlir. Uşaqlar çatdırır. Nömrəni de təzdən. 50 554 31 47. Arenda nə qədərdir hər ay? Arenda nə qədər versən? Arenda verirəm 550 manat. Aylığa. Bəli, bəli. Hələ 10 gündə işlə çıxartmayıbsan zırt. Yox, yox. Oo, Elə şey də Allah inşallah kərim. inşallah çıxararsan. Deyən bağlama nömrəni. Nömrəni de, İnşallah. səsli de. 050 554 31 47. Aha, az sipariş verin, zəng eləyin. Yardım. Ne ters sevinir az değil mi? Allah hamd yüreğine Ay, verir. zəncə. Halaldır, size halaldır, size. Size halaldır, siz yerim vallahi. Uy canlarım. Halal həqiqətən hafta olub var bizdə. Bizim məqsədimiz sadəcə olaraq bu gün insanlar üçün ətraf istəklərini təşkil etmək. Rahmimi daralttın. Donursan sesin kırık kırık gelir. Ay bacı hakikaten böyle restoran sahipleri inşallah kazansın. Genç uşaqda da açıflar böyle ne olacak? Donur çarpılır. Rahmim daraldı. Oraya bir Wi-Fi çek. Allah'ın cezası. İnşallah böyle bu gece çık ayağız. Üçüncü gün nəsə olsun çəkəcəm ki var. Azeri biraz göster danışım. İkinci nömrə deyirəm, ikinci nömrə deyirəm, deyəsən birinci nömrəyə çatdırmırlar. İkinci nömrə deyirəm. 969 normal 050 969 0056. Bu Ayxandır. Bu Muraddır. Azeri nömrəsidir. Bu O Asif dediğin Azeri nömrəsidir. Yo yo, Asifin nömrəsi deyil, Muradın nömrəsi o dediyim. İstersen Azeri nömrəsini de dedi. Asifin nömrəsi Azer sen de deden ömreni ömrüm. 050 320 16 21. Azer'in nömrəsi 050 300. Azer yok da Asif. Ha Asif ay başka oğlanla karıştırdım. 050 320 16 21. 320 16 21 bu Asif'in nömrəsi. Sizden gelin sipariş verin bananından. Ay. Tamam. Asif. Asif aralısa. Telefonla gəlmə, sən internet gedir. Asif. Ne? Lan Keran'ı da az boğul. Asif bak Asif. Neyse ben de öpürəm sizi 20 saniye sonra gedirəm yayını bağlamayın. Allah. Hadi de. Çok sağ olun, minnəttar Asif. öbürləri Ay sizə. oğlan. Ben de gedirəm yayını bağlamayın. Siparişi devam edin. Yaxşı mı? Öpürəm sizi. Bol bereketiniz olsun. Sağ olun. Yaxşı. Sağ olun. Sabah gözləyirik inşallah. Sabah gözləyirik burada. İnşallah. Asif tezden ömrəni de kaçım. 050 320 320 16 21. 320 16 21 Asif'e zəng gelin. Bananından sipariş verin. Öpürəm. Ağızlardandır ya. Al olsun. Ne olsun da biz aşağı bakmırıq uca. Keç öpmüşük. Sağ olun. Sağ olun. Kız. Min bereket. Belə mırtdaşıram. Belə deyib gülürəm ki. Bəzən mənə deyirlər ki Belizar. Ay çok teşekkür ederim. Jamka. Çok teşekkürler Jamkacığım. Sana operayla karşılık verdim. Çok daha teşekkür ederim. Çok sağ olun. Hamınızı yalayıp YouTube dik tuturam. Ekrana basanlar. Basanlarınız ve tıklayanlarınız daimi bol olsun. Ekrana basan parmaklarınızı gırtlağa kadar emcüklüyüm. Hediye atan atmayan hamınızı yalayıp yuturam. Jamkacığım böyle hediye atanlar ekstra sizi öpürəm yaladım. Az ben size böyle deyip gülürəm ki ekran kaydı paylaşsınlar. Bu uşaqlara xeyir olsun. Bak Allah'a and olsun. Bəzən deyirlər ki Velizar niye böyle mırtlaşırsan? Böyle eləyirəm ki indi bu obyekt sahibidir de. Bunu ekran kaydı alırlar axı. Alsınlar paylaşsınlar ki bunu ekstra insanlar görsün. Ey bacı neler düşünürəm Allah haqqı. Özümə söydürüb milləti qazandırıram.
Aslında galiba Yani bilet PK'mız kazansın var. istedim. Ağzıma sıçsalar dolar. Ha? PK'mız var. PK'mız var. Reklam mı? Okey. Az bu arada bu yadınızdaki şu kredi veren adam var idi. Ha, kreditten alışveriş falan verir. Az bu ben anama bütün buradan Bakı'dan şemkili şeyler gönderirim. Bir de onu danışacağıq. PK'ya ara elə. Alo. Tamam. Salam, bıxsız oğlan. Necəsiniz? Sağ ol, siz nasılsınız? Sağ ol, neçə yaşın var? 18. Abo, çok balacasın ay ömrüm. Ay. PK varmış. Neymiş kız PK? Bu kız göndermişti. Bir sene başa salmak istiyor He. şeylerini. Verdil kışıp. Bu organik Leyli organik. Sana başa salmak istiyor. Neyle de istifade ediyorsun. Nasıl Leyla organik kız? Kesin başka Kız onu şey. anladık ya, onu anlattık ya tatlım. Yo başa salmak istiyor. Diğer sen bilmedin diğer hansı mesele. Aynen Niko, gerçekten benim rahmim bazen o kadar daraldır sen kör. Geçen sene lıkıştı. Tamam işte belde de lıkışsan rahmim daraldır ah o. Sen lıkıştın ya dedin ki sen Lıkıştım ben zaten orada alıktırdım ya Yok tatlım. alıktırmadın. Alıktırdım. Neyin ne olduğunu alıktırmadın ya. Hayır, Dedin ki tatlım, sen o danış- alıktırmadın için sen onları böyle. Tamam da yeniden o darsa ben bütün rahmim daralır. 3-4 dakikalık belde Oo, o 5 TL'li PK meme Hayır, hayatımdan. göster sonra açtı işte. Tatlım ama gerçekten daraltıyorsun. Sonra Bazen bir hediyemiz var aşkım. bazen bazı yerlerden belde kırıyorsun. Bu beldeli PK'lar benim gerçekten rahmim daraldır. Az bazen biz gizli danışırız, bunu kimse bilmez. Bunu sadece temalar bilir. Bizim bu gizli dilimizde kız, bunu kimse bilmez. Ah, tatlım. Tercih edeyim mi aşıltayım? Bence de. Yok ya. Ay tatlım beldeyi lıkıştır o gacıyı. Ay gacı dar rahmim daralacak Ay. onu yeniden. Ay, gerçekten ay Üzüldüm Allah ama. aşkına. Ama gel tamam hadi gel. Üf, sıkacak beni daraltacak. Adı neydi o kızın? Leyli. Ah, Leyli gelsin. Leyla organik ele mi? Ay rahmim daraldı. Bunu alıp onu gören gel. Ay canım. Benim canım. Ömrüm ay. Tez danış rahmim daraldı şu Allah hakkı. Canım hoş geldin abi başta. Ay Allah. Ha, ha. Tez gel buraya canım tatlım. Ha bu neydi? Görsənmir axı canlısı. O mənim Bu. öz məhsulumuzdur, öz brendimizdir. Aa, aparmaq üçündür. Ən çətin. Oy rahmim daraldı. Buna gayrı buna gayrı bacı. Hər kəs bilir, hər kəs də bu dəqiqə ən belə olay məsələlər melazmadır, rozasiyadır. İki Ah. güclü ləkəni aparır. Ha, bu geçti. Məsələn, Aha, bu ne de aşkım? o siz bəyəndiyiniz bədən üçün deyil. Mən hər kəs yazıb ki, bədən verizat bədəndə bəyəndi. O saçı düzləşdirmək üçündür. Sizə mən əsas 2 dənə məhsul göndərmişdim də yadınızdadır, öz saçınız üçün. Göndərdiyim düzdür. o düzləşdirəndir. Bu düzleştiren de. Aha. Ders bu neydi bacı? O SPF-dir. Ha, ne güzel. Aha. Güneşdən qorumaq üçündür. Ha, güneşli Bir də bulma. makyaj əgər vurursunuzsa tonal krem, yəni tonal kremdən öncə vura bilərsiniz ki, tonal krem. Bu nədir? O da makyajı yumaq üçündür. Abi ben bunu ile bizim rahim temizleme şeydi. Yo, onun üçün deyil. O çaxalayırsınız, deyib burdadır elə məhsul yanımdadır. de onları. Aa, kız bu ben ile bizim köpüklendirirsen böyle böyle temizleyirsen o kara Bir yerleri. də ki, bir söz deyəcəm. Bu sprey ki var, sizə göndərdiyim. Siz çıxdınız, getdiniz rayona. Bunu mən yenisini göndərəcəm sizə. Bu aşırı uzadandır. Hə, bax olar. Bu yağ heç. Amma spreyi təzələyəcəm. Nikoya dedim mən. Çünki niyə? Bunu siz Ay sərdə ben bundan kullandım. Nə? Ay, çok geçeydi. Nerede kız? Yani geçeydi. Reaksiyalarım fərqlidir, nə bilim. Qəşəng. Ama o krem alsaydı o kremi getir yüzümüze vurduğun krem. Bak bak. Bak Allah var. Buna bayıldım. Ay bak o ikisi. Gel baba istifade edelim görenler. Kızlar bak bu istifade edelim. Makyajdan sonra sürürsen Allah'a andolsun sivilcelerini yoka çıkarır. Sivilceler kalmır. Makyajın üstüne o kadar da fikir verirsiniz. Şu makyajda gözüm kalmır. Az yüzü eli güzel nemlendirir. Buna ne sürtüfsen ay bacı? Bu bizdə bilirsiniz də, məndə belə Adı nedir değiller? Arejana kolajana. Arena Gold'du, ilbizli və kollagenlidir. Elə bil ki, incə çizgiləri yox edir ki, makyaj ora dolmasın. Üzü Az ilbizin spermasıyla öyle mi düzeltirsiniz? Hə, ilbizi. İlbizin şeyiyle düzeltifler de o tibbisel olarak danışılan ne olacak? İlbizin spermasından düzeltifler çok geçeydi. Üzüne sürürsen ilbizinkini çok güzel olur. Allah hakkı ben bundan istifade edeyim. Serumu da var.
Yəni Az gecə də onu da sürdüm. O biraz nə qalır bilirsən o yağlı dərilərə yaşdı. Mənim dərim çox yağlı deyil bacı. Onu sürdüm mənim dərim şey oldu. Çox sərtləşdi. O qəşəng sərtləşdirdi o. niyə lifting verir? Hə. Az belə oldu üzümə belə. O demək yağlı dərilərə yaşdı. Ən premium məhsullarıdır. Buna bax. Bunun qiyməti nə idi deyirlər? O 40-50 manat arası dəyişir. Ay qızlar bax Allaha and olsun. Yalan deyirəmsə buradan çarpılım. Bax onları istifadə eləməmişəm amma bu və o olaydı. Buna bayıldım. Lala yəni buna yenə göndər ömrüm. Şampundan istifadə elədiniz. Az istifadə elədim onu. O da qəşəngdir. Onu ən çox Niko o da istifadə elədi. Hə, onda bir dənə də göndərək. Bunun içərisinə yağ qatılır. Yağın demə bunu da izləyicilərə çatdırmaq Ama bu istəyirəm. kızıl değil bari. O Az onun içində qızıl var eləmi? Tozu var. Qızıl tozu var. Qızlar Allah haqqı yalan deyirəmsə nə olun bacım? Vallahi bundan istifadə elə. Buna mən bayıldım. Baxın sürün. Biz bunun yağ qatırıq. Gətir o şeyi də gətir Niko mənim otağımda da o üzə ilbizinkini vurur, ilbizin spermasını axıdır. Onu gətir o da var. O da yəni oldu. Bacım ilbizin şeydi danışır. Çox surətlə uzadan. Hə, az tibbisel danışıram ki bilin. İlbiz tibbi danışıram. Yaşarcığım çox sağ ol. Gözlə bacım. O dediyində retinol var qızlar. Hamı soruşur ki. Bax, bu. Kızlar, Allaha and olsun. Sizdə nə etkisi yaradırdı kız bu ilbizinki? Mənim səsim zəif gəlir. O Az nə etkisi yaradırdı bu dediğin lifting? verir, poraları yığır, pürüzsüz edir. Bax. Bir də ki erkən qırışlama, mimika edəndə Belizar biraz bilirsiniz də sizlə danışıb eləyəndə mimika çox edir. Az sənə bir şey deyim, mən sürdüm bundan. Üzüm belə qaldı bax. Hə, elə qalmalıdır. Çünki o lifting Hə, az elə bir dolğu vurmuşam. Allah haqqı bu qəşəngdir. Üzü belə şey sərt eləyir. Üstünə bu neçədir bacı? o da 40-50. O bunun serumudur da 45-50 manat arası dəyişir. İndi mənim adımı verənə indirimin varmı? Bunlar bizdə olacaq 40 manat. 40 manat. Çatdırılma pulsuz deyiləmi? Yox, pulsuz deyil. Amma ki müəyyən sifariş üstü var, onda pulsuz olacaq. Keçən dəfə yetəri qədər indirim elədim, mağazanı daşıdılar. Bu dəfə indirim. Amma sənə bir şey deyim. İndi bu dəqiqə sənin profilini takip eləyib. Yazana indi amma bir yarım saatda sifariş eləyənə pulsuz çatdırma elə də bacı. Pulsuz çatdırılma, sabah üçün olacaq çatdırılmalar. Müəyyən, yəni limitli sayda eləyə bilərik. Amma bir yarım saatda sifariş verənlərə pulsuz çatdırma elə. Yarım saatda sifariş edənlərə, yəni SMS vaxtlara baxarıq da WhatsApp-da. Elə, göndərərəm ona. Bax, bundan alın. İstifadə edin. Əgər bəyənməzsəniz gəlin loxma ilə üzümə tüpürün. Bax, böyük danışıram. Bilmirəm izləyicilərimiz sizə yazdı yoxsa yox. Həmin həftədən bu tərəfə tükü çıxanlar var, paylaşmışam. Aşağıdan yazacağam. Ay, o da tük çıxarır. Əgər rahminizdə qıl yoxdur, qıl çıxarır. Nə qədər kosmetologlar var idi sizi izləyən, bizdən aldılar, yazdılar Velizardan gəlmişdik. Biz sizlə 2 həftə olar açmışdıq. 2 həftə ərzində çox gözəl nəticələrimiz var. Paylaşmışam. Aşağıdan da yazacağam Velizardan gələnlər. Çünki qısa müddətdə çox qəşəng nəticələrimiz var idi. Tamam. O zaman bir şey diyeceğim dostlar. Sipariş eləyənə indi bu dəqiqə yarım saatda sipariş eləyənə adımı verənə indirimləriniz var. Lalacığım bax zarafat bir yana 1000 dənə reklam verənlər var. Mən istifadə edib bəyənməsəm asla vermərəm. Yattım, makyajımı sildim bundan, kremləndim, yattım. Bir həftə düzənli kullandım. Allah haqqı süper. Özellikle bu. Bunu var, bununla mütləq bir dəfə üzüm. Qaşa vursun. Az bu deyirlər qaşa vursaq tüy çıxır. Bəli, çapıqdan da çıxardır bunlar. Tatudan da çıxardır. Qaynaqlı saçda istifadə edə bilər. Demişdim sizə, ən çətin patologiyada, yəni düşündüyünüz ki, keçəl hissəni tüy çıxarmaq istəyirsə konkret bunlardır. Vəssalam. Qaşa vursan qaşa çıxır. Çıxır. Sən qaşın ona görə elə qıllanıb. Hə, ona görə elədim. Maşallah kız. Ay mən bu arada kızlar o qaşını qaldırır, yapışdırır. Mənim zehləm gedir elə şeydən. Mən normal sabitləyirəm, yəni çox. Bəzi kızlar var, qaşıyır, o dırmığı oxşuyur, yuxarıda yapışdırırlar. O deyəsən ki şey uzasın da heç demirəm bir şey. Ay dur kız söhbəti dəyişdik. Endirim eləyirsən, elə mi adımı verənə? Bunlarda endirim bu dəfə çox azdır. 30'du qiymət, olacaq 28 manat. Aha, xərçəng xəstələrdə istifadə edir. Elə əsas onlardır da. Onlar bizdən çox aldılar təbii ki, amma ki yəni hər kəsə aiddir. Yaxşı. Takip eləyin. Yazın bu qıza adımı da verənə endirim var. Yarım saatdə sipariş versəniz çatdırılma pulsuz olacaq. Yarım saat ərzindəki çatdırılmalar pulsuz olacaq. Aha, geri sipariş verin ki yarım saatdə çatdırılma pulsuz olsun. Diqqətlə deyirəm ki, sonra da keçən dəfə bunları 10 manat, 15 manata bizdən almaq istəyən var. Deyir Velizar deyib. Sonra dedim neçə 20 nəfərə nə qədərsə pulsuz dedim, yəni elə bir şey yoxdur. Yox. Adımı verənə xüsusi endirimlər olur. Bir də ki indi bu dəqiqə yarım saatdə sipariş versəniz həm endirim olacaq, həm də ki çatdırılma pulsuz. Haydi.
Son öpürəm qız lalacığım. Canlıdan sonra Peyğəmbərimizin Bunlar bax hər istifadə ilə qutardıqca səndən istəyəcəm. Öpürəm. Hələlik, çox sağ Sağ ol. ol ömrüm. Sağ ol canım benim. Sağ olun. Allah yeganə insanam ki özüm bəyənmədiysəm inanın. İnsanlar elə bilir ki, Bax, mən bəyənməsəm, inanın mənə belə bir 1000 manat, 10.000 manat versin reklama ha. Bəyənməsəm, özümü cırsam da o mimikalarımı sizə bildirirəm də. Yəni ki, altdan mimikalarımı bildirirəm ki, almayın da. Amma sizə bir şey deyim mi? Bunlara gerçekten bayıldım. Özüm istifadə elədim, bəyəndim deyə tavsiyə edirəm. Ya, bu məni daraltdı bu. Allah, oyun demiştin oynayaq da. Amma 2:20 demişəm axı, daha 16 dəqiqəmiz var. Oynayaq da bir oyun oynayım çıxaq. 16 dəqiqədən sonra gəlin. Yox, yox, bir oyun. Bu indi oynayaq çıxaq, şey oynamayacaq da. Mən dedim 2:20 axı olmaz ayrı Xahiş olar. edirəm. Bir oyun. 2:20. 2:20, 16, 15 dəqiqə Ha, sonra yaxşı, gəl. yaxşı, gözləyirəm. Yaxşı, gözləyin, daraltdılar. Mən daraltdım. Gözlə ki 0-2 Ama 02:20'de görüşeceğiz zırt. Ay Haşhaş Storcum hoş geldin ömrüm. Yazıqdır. Az yaxşı atın yazıqdır. Gəlsin. Az sıralama yenilənib. Sıralama yenilənib. Sizin də mənim kimi ürəyiniz yoxdur. Sıralama yenilənib 20-ci sıradayam. Birinci sırada kim var? Məhəmməd kimi 7K ilə birinci yerdə. Sıralama yenilənib qız. edik, təşəkkür edik. Həcri. Həcri Bey. Necəsiniz? Həcri. Oynama. Düşərəm vallahi loya mən, Quran haqqı. Həcri Bey buyurun. Seylen qırılsın. Bu da bizim həcimiz. Bu da bizim həcimiz. Gördünüz həcinə qardı, kıçasını qaldırdı, göstərdi. Bu da bizim həcimiz. Aha, indi yekə qıllı kişimiz bu da bizim. Kimsən? Ay bu Belizar gəldi. Qoy bir yerə soxum sən. Ayıp değil mi? Ayıp değil. Oo, Mirmösüm ağa oxşuyur. Tövbe estağfirullah. Hoş gel. Allah cezanızı vermesin. Söğüş sevsen buna da al. Ay. Həcci sever bizi korusun. Həcci sever bizi korusun. Mirmösüm ağa ne kadar oxşuyurdu, Allah rahmet eylesin. Həcci sever bizi korusun. Ay ona bayılırım. Yorumlarda Sever'in o hicaplı şeklini koydular. Üstüne ne yazdılar az? Hacı Sever'in ceddi bizi korusun. Ay bayılırım ona. Hacı Sever'imiz arada da gören. Salam. Salam. Necəsiz? Sağ ol, sen tanıdım. Hardan? Pek atmıştık elə bil. Yadıma düşdü. Ne tersen? Çox sağ olun, siz necəsiz? Çok sağ ol, yaxşı mədəni oğlansan. Allah razı olsun. Sağ ol. PK atar yoxsa Atak ki o gün danıştık elə bil. necə istəyirsiz? Onda görüşək, biz gedək başqasıyla pek ataqlar. İnşallah görüşək hələ. Çok sağ olun. Mədəni bir ayrılış idi, eləmi? Gələk boşananda da mədəni boşanasan. Bax işte bizim boşanmamız mədəni bir şəkildə oldu. Dedim ki bəsdir. Sən başqa fanfinton, mən başqa fanfinton, asalətdə ayrıldıq. Yəni bəsdir də dedik. Bu qədər çakka-çukka elədik, yorulduq. Bir-birimizdən iğrənirik. Sən öz yoluna, mən öz yoluma. Mədəni bir şəkildə. Ən gözəl ayrılıq. Sən başqa qızlara bax, mən başqa oğlanlara bax. Amma mədəni bir şəkildə. Arada da dostacaq çay, kahve də içə bilərik. Sən kəndi çakka-çukkonu gətir, mən kəndi. Az ona razı olarsınız. Məsələn, ayrıldığınız eksinizlə oturup bir kafede o təzə sevgilisi ilə, siz təzə sevgilinizə qəbul eləyərsiniz. Mən eləyənmərəm, mən cıraram o eksimi. Az nə bilim, istəmərəm, qəti eləmi? Mən gətirim, o gətirməsin, onu yansın, yaxılsın. Yıxıb sürüyərəm, yalnız köhnə eksim yanında bir qızı görsəm. Halbuki köhnədir, vecimdə deyil, amma nə bilim, pisime gedər yenə də. Ay TT012 bu arada Neftçilərdə değil mi? Günlük kiralık verir. Rentakarda adımı veren de indirmeleri var ha. Geçen maşınlar falan verdiler bize. Çok sağ olsun da gittik Gebele'ye falan gezdi. TT012 seni öpücükler yayınımda şu an. Haşhaş Storcum sağ ol ömrüm. Böyle. Ay oğlan ben elimde gözlüyor. Vaxtı WhatsApp yavrusu olacaq. Salam. Ay Vüsal Əliyev necəsiz? Sayılır kimdir? Uşaqlığımın müğənnisinə nətər oxşayırsınız Vüsal Əliyevə?
Çox sağ ol, çox sağ ol. Sənə Neymar oxusan. Ay, mənim- Demişdim. Mənim xalam qızı o vaxtı 28 May metrosunun orada, dəmir yolunun orada kasetlər falan satırdılar. Gedirdi həmişə Vüsal Əliyevin, rəhmətli kimi Daz bu son qatar var idi, oxuyurdu və Şəfanın kasetini falan alıb, bir dənə bir dənə sevgilisi vardı. Onu alıb ağlayırdı. Seyləri qırsın xalam qızı indi o oğlanla boşanıb. Ya mən sənə vaxtilə dedim ki, dəyməz o aja Allahın cəzası. Gedib alıb rəhmətli Şəfa mahnısından ağlayırdı. Son qatara. Veyza yadıma düşdü bu səfər. Yox, kimsiniz? Bir dəfə oynamışdıq, sən səsimi qırtmışam. Neymar. Ha, Sen olsan ne tersen? yaxşıyam, yaxşı ol. Ha? Attım tuttu kız. Bir şey diyeceğim. Bu kararı niye vermişsen? İstəyir dedim geçsin. O vaxt mən mamam eləyirdi, isti vaxtında bit-pirə düşəcək deyə saçımı kəsirdi, eşiyə oxşuyurdum. Deyirdim, ay arvad kəsmə, yəni o vaxt xalam eləydi az. Saçımı uzadırdım, mən yetim, uzanırdı, qəşəng gedir, gedir saçımı daz kimi kəstirirdi, şey kimi, kəl oğlan kimi. Deyir saçına bit-pirə düşəcək, istidir. Az mən qoyum falana, mən nəyə kəsirsən? İstəmirdim deyirdim, gedirdi sıfıra kəsirdi. Ay bacı istəmirəm, saç mənim deyir, tərrəmirəm də. Xalam məni cırıq-cırıq edirdi, rahmimi daraldır. Gedirdi məni daz eləyirdi, qulaq da böyüdü deyə bilə, şəplə qulaq görünürdü. Ay deyirdim, ay arvad istəmirəm, ay arvad istəmirəm. Deyəcəm, yaxşı deyəcəm uşaqlar. Qızdıq dönemimdə başıma oyun açırdı arvad mənim. Ay Allah, bit-pirə düşəcək deyirdim. Az yoxdur bit-pirə. Qoyun mən kəsirsən. Ay uşaqlar, eləsə desəm kimisə arxasından danışmış kimi çıxıram, yox. Nə oldu de görüm. Nəsə, sənin bir tanışın var bu platformada. Onunla bir yerdə oturmuşduq. Sənin haqqında söhbət getmişdi, deyirlər onu danışmayacaqsan. De görüm kim oturmuşdum. Yox. De gel köhne ikisi miydi? Baboş. Bir dakika sen PK'yı qəbul elə görüm. Sen özün bərdəlisən. Mən Bu neydi kız? Mən niyə belə? Az bu neydi? Bu neydi? Alacalatdırdım mən, görsən. Az bu neydi? Ne vardım ben? Hay? Gözlə bir dəqiqə. Az boşun adı çekildi ya yine çarpıldı ekran. Bu ne kız? Katyan sana düzəldəcəm, baş çıxır. Kati gel bakayım tatlım. Az ne vardım ben bunu? Allah kahretmesin. Çık görüm yayınımdan düzeleceğim mi? Bir çık tezden gel. Gözlə bir dənə takimdən başına. Salamay Katya. Salam əxəbrət. Əxib. Dur bak. İstiyatacam. Qoşulma üçün istiyatıram. Hayır onayla görüm neydi kız? Əbsü düzəldi. Az bu ne final çağrısı Ay, değil. onu da bağla da. Az elə eləmə. Ay. Ay baboşla dedikodular var. Dur bakayım görüm. Baboşla bir yerde otururlar benim hakkımda danışıp. Ay oğlan neter tapım oğlana de tezden gelsin. Rasim. Şaka mısın kanka? Ya sen şaka mısın kanka? Kız anladık ya şakasın. Bir iki defa eyledin besti de tadında bırakın da Allah'ın cezası tadınızda bırakın. Bizim millette bir şey tutturursa çürüdür. Hatta bir iki defa eylediniz tutturdunuz besti. Ay çürüttünüz da rahmim daraldı. Ay, salam aleyküm, axşamınız xeyir olsun. Akşamcığınız xeyir. Bəyək niyə getdiniz Həcət dayı? Yo, ne bilim, dedim belki bir. Ayda, görək bu 99 dən vini yəqin siz alarsınız. Hani 99 ve mən niyə görəmirəm? Yəqin prezidenti Hardadır 99 ve? görsənər də bir dənə hədiyyə atsalar görsənəcək. 99 vininiz hardadır müəllim? Nöş görsənmir bəs. Kimdən atırsan sən belə 99? Görək də indi görək bu dəfə yəqin bu dəfə o sizə atarlar, mənə atmaz da. Yox istəyirsiniz çıxım qalsın mən elə şeyə takmıram. Yo, mən də daha prosta elə qoy daha da tarixə düşər də, qoy görsünlər ki, güclülər oynayır. Zəif. Mənim üçün də yaxşı olar da, ən azından TikTok'un güclüsünü uduzmuş olaram. Yox mən elə şey takmıram. Valla deyək gülək, əylənək, söhbət eləyək. Mən da elə də o insanlar istəyər atar, istəyər atmaz. Söhbət eləyək də biraz. Bəli, Buyurun. bizim bir dostlarımız var, Hacı Salman. Haçan baxıram sizi izləyir. Ne geçey? Hacı Salman. Aha, Hacı Velizar da. Ay buyurun. Haralısınız tanışaq, söhbət eləyək.
Siz soruşun deyim də. Haralısınız? Bakıda anadan olmuşam. Əslən Bakılısınız, eləmi? Bəli. Aha. Bakının arasında kalırsınız? Məşdağı kəndində. Beşler kendine. Ne güzel. Hakikaten hacısınız, değil mi? Keyif gelmişsiniz. Yo. Ben Yemeği yapmadım. pişirmişdim, ona göre həcatı deyirlər mənə. Yemek pişirdiğinize göre hacı koyuflar adınıza. Trende sesim elə düşüb. Hacı kimi? Həcatı ləqəbi ilə. Adım Seyid Rasuldur. Seyit Res. Ha, Seyit ailesiniz. Bəli. Yüce Sever bizi korusun. Seyit. Çok. Sever'in Seyit'i bizi Hadi korusun. yatın da Yüce dostlar. Aha. Əhməd Buyurun. Arı bülbülü çıxart ki, niyə atırsan blokonu? Aha. Ulan başı xarabdır ya valla. Sever'i de alsaydım tam olardı. Hacı yüreğiydi. Seyit'iniz, Çok sağ ol. ocağınız var mı? Ocağınız. Təhlükəsizlik. Yo, ben ustayam, təhlükəsizlik kameralar quraşdırıram. Ay ne güzel evlere. Bəli, ofislərə, evlərə, iş yerlərinə, kimə lazım olsa işimlə əlaqədar müraciət eləyə bilərlər. Gizli kameralar koyursunuz, öyle mi? Yox, elə şeylər olmaz, icazə yoxdur. Heç mənim xarakterimdə də yoxdur elə bir Ay şeylər. öyle yok yani gizli kamera. O da adı kameradı. Ümumiyyətlə, yəni qanunda zidd olduğuna görə elə işlər heç görmürəm, heç görən insanlara da yaxınlaşmıram. Görmək istəyən insanlar üçün də görmürəm. Öyle yok yani evime indi istesem bana kamera koyur da onu deyirəm. Adi təhlükəsizlik kamerası quraşdırmaq olar, bəli. Ha onu deyirəm da. He. Neçə yaşınız var? 36. Maşallah evli bekar. Asıl şu 36 göstermir ha. Evlisiniz bekarsınız. Zəhmətkeşin. Evliyəm. 2 dənə gözəl evladım var. Nur Muhammed, Əsma Nur. Ay ne Allah güzel. Ne nəsib güzel. eləsin. Ne güzel Nur Muhammed Esma Nur. Təşəkkür edirəm. Az iki şey adları var. Nur Muhammed biri de Esma Nur. Bəli. Aa ne kişi adlardı bunlar. Çox sağ ol, təşəkkür. Sizin adınız nedir? Seyid Rasul. Resul. Seyid Rasul. Niye özüne Seyit deyirsən be? Demirəm, şəxsiyyət vəsiqəmdə də elə də adım. Ha öyle yazır. Seyit Resul. Bəli, İbrahim çox sağ ol. Bəs sizin nəsil kökdən ocağınız var, elə deyirlər bəzi ocaqlar. Peyğəmbər nəslindənik. Ha, yəni şeysən də o Seyitsən, əlini hara vursan xeyir tapırıq. Özümdən başqa hamısı xeyir tapır. Değil mi? Ama ne Axır geç. əlbahara hansı niyyətlə vursan da? İndi sana mesela pis gələn Seyidin cəddi tutur, eləmi onu? Əstağfurullah, yəni ən qüdrət və qüvvət sahibi olan Allahdır. Yəni bəndə nə çarədir ki, sadəcə Peyğəmbər nəslindən soyundan olan insanlardılar. Əziyyət, əzab görüblər o vaxtı. Yəqin ona görə də elə olublar. Mən çox Mən bir də- sevmirəm. Yəni belə deyim də, dini mövzular, siyasi mövzular. Çünki Yəni ora yayır bax. Düz deyirsən, bax halal sənə o yayının məsələsi deyil, həqiqətən. Yəni Yox, yayımçılıq ümumiyyətlə- nədir? Deyib gülmək eləmək. Yəni burası bir siyaset danışığı deyil, burası bir dini danışıq deyil. Yəni o söhbətləri heç yayında danışılmağa mən də şey görmürəm. Bura deyib gül, əylən, yəni bura belədir. insan bildiyi işlə məşğul olsa daha gözəl olar. Ay sağ ol, düzdür bax. Ay vinin getdi. Oo, keşke çıxaydı. Ay. Ömrüm. Keşke Bəli, çıxaydı, onsuz vinin da qalaydı. Onsuz da Ay, yox, kayıtlar Allah haqqı, paylaşacaq keşke da vinin mənə. qalardı. Pis oldum. Sən məni Onsuz da söhbətə saldın. Onsuz kayıtlarda paylaşacaqlar da daha da maraqlı olar, yadda qalan olar. Canım sən. İşin gücün nə tər gedir? Yaxşısan? Şükür olsun Allaha. Bir dənə söz var, deyir ki, məndən çox vaxt soruşanda necəsən? Deyirəm, Allah necə olmağımı istəyirsə eləyəm. Halaldır sən. Namazında, niyazında olansan belli. Şükür olsun, bacardığımız qədər Allaha ibadət və itaət eləməyə çalışırıq. Amma ki, yəqin ki, nə bilim, Allah günahlarımızı bağışlayar. Amin. Hər boyun öz bacağından asılacaq. Nə olursan ol. Əsas odur ki, ürəyin təmiz olsun, yaxşı insan ol, bəsdir. Mənim bir sözüm var, həmişə deyirəm. Deyirəm ki, ideal, mükəmməl, səhvsiz, günahsız insan yoxdur. Yəni heç kimi gəlib qınamayasan. Kimisə qınayırsansa, kimisə yanlışlarına, səhvlərinə görə Ay, qınayırsansa, sağ ol. bir gün ya geçdəz o ilə sınanacaqsan. Ay sağ ol.
Halaldır. Karma deyilen bir şeye mən də inanıram Hacı Bey. Həqiqətən nə qədər qınıyırsansa o qədər illa bugün, sabah, 10 gün sonra, 10 il sonra yenə də başına gələcək. Deyəcək ki Allah kahretmesin niyə qınıyırdım. Bəli. Həqiqətən o elədir. Demən qaçın mı Hacı Beycim? Necə məsləhətdir? Sağ olun, bol bərəkətləriniz olsun, bol işləriniz olsun. Uğurlar arzulayın. Çok sağ olun, size de inşallah. Balayelinin fanatısınız siz. Balayelinin fanatısınız. Balayelinin fanatısınız. Aa, bir dənə mahnı oxuyayım mı Baleli'dən? Bir dənə gözlə. Balayeli ilə mənim aram yaxşıdır, ona görə deyirəm. Hə, onun Rolex'ini yiyeyim. Gözdə görün. Rostov'daydı da bu yaxınlarda bir yerdə konsertdəydi Rostov'da. Bir neçə gün Baleli'dən öncə. sən. Bəli. Mən Pakistanda yemək bişirmək üzrə ikinci yerə çıxmışam ölkəmizin adından. Baleli de Afganistan'da mı? Yo, Rostov'daydı, Moskvada, Rostov'da, Rusiyada. Baleli ile toylara gedirsən sən. Mən aşpazam, həvəskar aşpazam, reklam eləyirəm. 67.000 takipçim var. Mən başım çıxmadı. Sən güvənlik Mən kameralarımı... O Güvənlik mənim kamer... işimdir. Ha. O mənim işimdir. Mən hoppa olaraq da elə bilginə. Bulvarda festivallarda oluram, Şamaxıda festivallarda oluram, dövlət tədbirlərində iştirak eləyirəm. Rostov Moskva değil ki bu arada. Rusiyanın Rostov şəhərindəydik. Ha. Baleli ile. Bəli. Meyxana deyebilirsən. Səhifəmdə paylaşmışam. Yox, mən meyxana deyə bilməm. Yok. Çok sağ olun. Maşallah her işte varsınız. Sever kimi. Seyit sever. Balaylı nə oldu? Sevəri soxma bura. Onun öz həcisi var. Aa, severin cəddi bizi korusun. Gözde görüm Baleli'den ne açım sana? Nə ən sevdiyi? Aa, bak Kimə Baleli'den. danışım? Bak bu mahnısını çok beğendim Gözlem. Hacı Bey. Daha laf elə çıxma da, bir abırçılıq eləmə. Estağfirullah. Donur Bu hardadır ki donur? Mən donuram, Vəlizlər donur. Siz donursuz, mən donuram. Sen donursan. Alo. Donurma. Telefonum Alo. yağın köhnə modeldir ona görə. Alo. 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 Al rahmim daralttın Hacı gel görme Allah'ın cezası dur artık best. Dur ben Baleli ile biraz mahnı okuyayım. Ay Balelicim aşkım. Ay ömrüm biraz kişi mahnısı dinleye kız. Baleli hayatım. Canımın içi Rolex'ini giyeyim. Rolex'ini pahalı saatini giyeyim. Ömrüm aşkım. Oy beni bir kere Galiking'de gezdirdi. Ömrüm Balelicim. Ay ne oldu kız? Baleli. Bir şey oldu Baleli'ye. Baleli aşko. Ne oldu kız? Neyse. Değişti mahnı birden burcu oldu. Ay, bu arada bu mahnıyı bayılırım kız Allah hakkı. Ay dur bu dekor giyetim. Ay canım buyur vaktin geldi. Aha danış. Ha, necəsən? Oy siz bir saat orada ayaktasınız. Buyur cırım Sənə yazın. gözləyirəm. Hay canım ömrüm danış ömrüm. Ne Buyur desen? özünü cırdım.
Sağ olasın. 2 saatli bağlanmaya çalışın. Buyurun. Velizar TV'ye hoş geldiniz. Aha. Reklam eləmək istəmir səviyyə olar. Bir dakika Katya'dan izin almam lazım. Katya ne diyorsun tatlım? Yok. Yok değiller. Ha, onda oyun oynar bir də elə belə. Yok. Az dekor satırsan. Hı. Az yazdı. De yaxşı de hadi de. Ne satırsan? Bax bizdə maşın bəzəyidir, maşınlardır, sonra dekor evidir. Ürəyin nəsi, nişan, xına, nə bilim. Harbi hər şey. dekoru göremiyorum. Dekor sensen. İndi bir dəqiqə yoxdur da, gecə vaxtı da, gecə De göstərəm. işin hani, iş yerin hani? İş yerim deyə burada. Hani Burada. göster gör. Şirvandadır, Şirvan şəhərində. Şirvanda da dekorum. Bəli, bəli. Ha, ne varsa dekorda? Bəyəcəli maşınlardır, sonra Ha. xına, nişan, hər şey var da, ürəyin nə istəyir var. Neçə alırsan? Range Rover 150 manatdır. Ha. Mercedes Passage'nin 100 manatdır. BMW Ha. Econ var. Sonra nə istəyirsən var, nə maşın istəyirsən var. Ha, inşallah işin geçsin. Şirvanda değil mi yerin? Bəli, bəli. Takip edin Şirvandakiler dekor istiyorsanız da turistik falan her şeye dekor edirler yazın. Aha neçə yaşın var? 19. Özünüzün yeridir. Bəli, bəli. Siz açmışsınız işler ne tergedir? İnşallah yaxşıdır, məhrəmdir yəni. Ha mehremlik tutarmadı da. Yox adam. O az 26 pərdə. Ha 26 kutu. 16. Bu mehremlik 16 az tutarmıyor böyle mehremlik. Yox. Aman 2 ay sürür elə mehremlik. Bəli, bəli. Ana ona göre toylar yoktu. Bəza tərəfinə gələndə indirim alacaq maşına, bəzəyə, hər şeyə. Ay canım sen yok hadi güzelli mantık neye indirime. Az takip edin Şirvan'da da yeri. Şirvanlara buradan öpücükler. İstersinizse uçak mekan açıp geçsin takip edesin. Bir saati ben gözlür PK'ya göre. İnşallah işin yaxşı geçsin. İnşallah. Sən Mən- gözləyəcəm. Gələ Yaxşı. bilərsən bura. Hara? Bura Şirvana gələ bilərsən. Nerede dekor edeceksin? Qonağım var aslında, qonaq. Canım sen yanındaki kimdi kardeşimdi neydi? Qardaşımdır. Bakım. Yeterse ikiniz açmışsınız. Bəli, salam aleyküm. Sağlam. İşler ne tergidir? Şükür, Geçen. elhamdülillah, yavaş. Geçsin. İnşallah toy olsa mehremlik tutarsın. Mehremlik tutarsın inşallah düzeler. Allah'ın cümləsinə inşallah. Nə vaxtdır evirsiz, gəlib Şirvanda qonağımız ola bilərsiniz, problem deyil. İnşallah çok sağ ol. O zaman ne deyirik? Şirvandakiler, Şirvana yakın erazidekiler bu güzel olanlardan dekor istiyorsanız da maşına her şey dekor edirler. Takip edip yazın adımı da verseniz de indirim olacak. Bəsdir. Bəli, 100%. Şirvan, Sabirabad, Saatlı, Səlyan, İmişli, Ha. Beyləqan, Kürdəli. Azərbaycan bütün bölgəsində çatdırma var. Bir dənə Naxçıvandan başqa. Yok sağ ol. Demen kaçın mı onda? Gedin mi? Onun qutarsın getdi. Allah sənin Ha, canını versin. Yaxşım, etsim o zaman. Nömrəni de deyir, Rahmim daraldı. 077 570 08 18. No 818. Takip edin hesap adımda verin indirim. Bəli. Sevgilin var, oy Rahmim çürüdü. Hə, var. Yanındakinde var. Yox. 19 yaşında ne olur ne sevgilisi. Yox, toyum oldu, yaz qalıb. Vaxtıdır. Sıbaylı Ha, 19 yaşında var. Boyum geçerdi. 1.75. Ha. Sıbaylı sultanlıqdır, bu tez evlənsin, qoy geçsin bu, nə edirim mən? Ben bana bak o kıllının boyu neçədir? 1.78, 1.78. Aa. Onun neçə yaşı var? 28. Ha. Mən vaxtı gedib, Sroka gedib. Sorma Kocalov. Ha 40 saniye oy Rahmim daralır dəqiqə salmır. Ay canım sen neçə yaşın? Ay adın nədir? Royal. Royal. Aha. Böyle. Takip edin adımı veren indirim. Oy Rahmim çürüdü Allah. Ay canım benim. Ama geçi oğlansan enerjili oğlansınız beğendim. Bizlik də. Canım sen Allah yüreğinize göre versin inşallah. Sağ ol. Ay Rahmim. 20 saniye var. Kim dostudur? Az o baboşla oturanı marak elleme yoxa çıxdı. Bəyək biri gəlib deyir ki baboşla oturmuşuq sen haqqında. Şirvan şəhərində yerləşir, Şirvan O şəhərində. yoxa çıxdı dostlar onu bana tapın. O mənim haqqımda nə danışıb maraq elədim. Onu qaçırdıq onu. Aha. Şirvan şəhərindədir. Hadi qaçın mən daraldım. Hə? Hadi gedin takip edin adımızı da verin edin. Çok sağ olun. Təşəkkür edirəm. Velizar,
O nömrəyə biz zəng eləsək, gəlib reklam üçün bir müraciət edə bilərik də siz yəqin ki. Bəli canım mənim. Yığdım biyağlarım, açmadınız. İndi inşallah ki, səhər Allahın iznindən zəng eləyərəm sizə. İnşallah. İnşallah canım. Öpürəm sizi, özünüzdə yaşayın. Sağ olun. Bəli, mən də xeyir gələm, çox sağ olun. Sağ olun. Oh. Rahmim. Oh. Qaradım kız. Salam aleyküm. Ay, bayaq sənlə danışamadım. Xoş gəldin. Xoş gördük. Oynayırsınız? Oynayaq. Neçə yaşın var? 21. Oğlana değil məni takip eləsin. Dedikodu var imiş. Harada qalırsan? Mərdəkanda. Yanındakı Ləlöyün kimdir? Ləlön yoxdur. Baxım. Uzanıb yatır. Baxımda ona çıqqı səs gəlir. Nə var o məhribanın altında? Göstər görüm onu. Az gücüm sağ ol. Neçə yaşın var? Tez danış. Allah'ın cezaları rahmimi darattınız. Allah'ım yarabbim, tek kalırsınız, çift kalırsınız, tez danış. Baş ağrısı. Nədir? Oy, darattın. Təş qalıram, xanım, təş Allah qalıram. haqqı daraldı, rahmim daraldı. Oy, ne kadar car. Az tez danışın da. He boyun budur, neçə yaşın var, gelmeyeyim, çay içeyim. He yok, ben tez, çakaçıko. Tez, salam ne tersen boyun neçədir? Aha da, işin nedir, gücün nedir, açsan mı, aylık maaşın nedir? İkide gir, uy, nazlana, çakaçıko, vaktim gider, mıy, zar. Salam deyirsen, salam. Ay tez danış, yüreğim sıkılır, oy, rahmim daraldı. Ben öyleyim hayatta. Salam ne tersen, aha, razısan mı çakaçıkoya? He mi, yok mu? Tez ol sen Allah, oy, vaktim var, işim gücüm var, ölür, bir selam. Oğlan hardadır 777, onu T666 baboşuna dedikodu var imiş. Ay Niko! Ay kız bir gelir misin tatlım? Katya! Az bu arada reklam ve emektaşlık işbirliği için 010 201 51 01 nömrəsine zəng gelirsiniz. Ara beni yala beni hattıdır. Menajerim Niko cevap verecek. Katyacım 010 201 51 01. Xahiş edirəm kaliteli oligark reklamlar gelsin. O bəyək oğlan var idi. Dedi baboşla oturmuşam bir kabinette senin dedikodunu eləmişəm. Oğlanı Boş ver, onun adını niye çəkirsən? Məcə yalan danışır eləmə. Boş ver. Ya, ağzındaki ne deylə? Kağız. Hə, onda yalan. Dəxsiz şeylər nədə abadal deyirsən? Demə, boş ver, onu geçsin. Amma be dedi Allah haqqı. Hər deyir. Yalandır. Hər şey eləyəndə sən cavab verəsən. Boş ver geçsin. Bu arada baboş yetim yazığı ölüm ayağındadır. Allah şəfasını versin. Allah şəfasını versin. Bu mənim haqqımda ne danışsın ki? Hər şey danışır da. Yalan da o zaman. Evlə prim toplamak için oğlan dedi. Yalan məsələdir. Yaxşı. Mahnı çıxacaq bu yaxınlarda gəlir. Klip, turistik, mürsik hər şey hazırdır. Hər şey tikiflər, eliflər, lifçi, turistik hər şey hazırdır. Klip yaxınlarda gələcək. Kişi obrazında görərsiniz məni. Ay orada bir tane obraz var. Kostyum şalvar giymişəm. Hə, obrazları deyəmərəm. O klip haqqında danışanmaram. Gizlidir o bölgələr. Hə, canım sıkız. Aha. Məni öldürər Allah. Hadi mən gedim. Neçə gündür yayın açmırdım. Gününüz çok xeyir keçsin. Üzünüzü güldürdüysəm nə xoşbəxt mənə. Bu 2 saat yarımda o bəduğur gününüzdən kurtardımsa sizi. Ananızın dırdırından, qaynananızın, qaynatanızın dırdırından, uşaqlarınızın dırdırından, ac ərlərinizin dırdırlarından, analarınızın, ac arvadlarınızın dırdırlarından sizi kurtardıysam nə xoşbəxt mənə. Borçlarınızdan, kreditlərinizdən, xəstəliyinizdən 2 saat yarımda unutturduysam hamınızı çok xoşbəxtəm. Ekrana basanlarınız, tıklayanlarınız daimi bol olsun. Her zaman basılın, her zaman tıklanın. Hamınızı əmcüklədim, yaladım, yuttum, dik tuttum. Ekrana basanlar parmağınızı öpürəm. Hediye atan, böyük hediye atan sizi ekstra yalayıram. Balaca hediye atan elə belə yalayıram. Canımsınız, hamınızı yaladım, yuttum, dik tuttum. Adım Verizar, lakabım Deligidar. Hara Verizar yazsanız beni taparsınız. Takip edin. 400.000'e çok az qalıb, çok da şahkur edirəm. Hamınızı öpürəm, hamınızı Sən canlı nə dedi? Hüsnü. Klipdə nə geyinəcəm dedin? Lifçi turistik. Düzünü de. Zarafet eyledim kız. Ben kişi şeyler ya, böyle şeyler. Yok, hüsnü, burası hüsnü. Tüm paltarlar hazırda. Nə paltarı? Öyle hüsnü. Kız dedim ki ne var? Tüm paltarlar hazırda. Dəqiq. Kostyum zaten Yalan diyen gel olsun.
Sen ne dedin ki? Ben Sen demedim. demedin demə. Ne? Az burada kalsın da ulgumu yoktu. Bəs sizə day. Zaman işlemeyecek senin. Ben senin için işlemeyecek. Her şeyi danışırsan da bəsdir də. İlk adamsan. Ulgumum yok. Danışmadı bir şeyin de kalsın da koy. Gele senden qabaq hamı çıxsın en yaxşı şey eləsin. O da sənə deyəcəm ki ay maşallah. Ulgumum yok. Ulgumunu deme. Deme sakla. Ya anladım. Sen ucudan ben 2 dakika gidebilmem o tağayı. Mama barista. Deme mənə də zəhkər ki ne deyir. Mama barista. Deme. Ya deme. Ulgum. Ben çok şirin kızım. Ben çok şirin kızım. Benim mamam doğuf. Benim. Ya doğmuyor. Sen doğmuşsun. Sıçıfsan. O hareket dedi mama. Ne hareket dedi? Yaxşı. Ben çıkardım. Ben bilirim mama orada. Ben doğmamışım. Mama. Rahmin ya sen şükürle ki benim kimi bir kız senin ona... Neynirəm sən? Ağzın Allah'ın cırıqdır. Sən hər şeyi danışırsan. Qaydacam ora cırıq olacaq. Sən hələ... Məni soxur. Təzəssəmlə mən bu dünyada yaşamam. Məni rahminə geri al. Geri al. İstəmirəm, məni geri al. Sən daha Mama istəmirəm. məni geri al. Mən bu dünyada istəmirəm. Yox, sənə heç də demək mümkün Ben deyil. istəmirəm, Sən ben ay bacı, başınızda bir dəqiqə deyəm. Ay başınızda bu adamla o şey heç bir şey demək istəmir. Bu adamın nəsə bilsə deyirsən ki, ay Allah bunu belə eləyəcək. O müğənnilərə səslən. Bir də oturarsın buna. Yazın mahnınızı zaten eşitir. Canlı da onun mızıldanar. Eləmi? Mama, mən şirinəm mama. Sənin qızınam, sənin qızın. Mən Əgər mənim uşağımsansa, rahminə əgər mənim uşağımsansa, mənim kimi ağıllı olmaq Ne lazım. bilmirəm ki, aklıma da çəkməmişim. Belə gic olma, gic yerinə qoymaq lazım. Hamı desin ki, ay Allah bu gicdir, amma mən eləyəm. Heç vaxt bəlli eləmirəm bildiyim şeylər. Bağışda, mama. Sən doğmuşsan. Mən geri girməyəcəm. Çox sağ ol. Yaxşı ki, rahminsə qoysun. Əsas kim sağ olsun. Ne sağ olsun kız? Sağ ol mama, de bizgin. Hadi neyse. Kim sağ olsun? Atam mı? O neydi 5 TL'lik? Esas anam, esas sensin anam 9 aydı qarnında. Məni ya Hüseyin deyib 2 qıçağı ayırıb məni. Yaxşı da bağladı o Anam aparmışsan. benim, canım anam. Seyrəmindən öpürəm. Atamdan qarıb 5 TL. Anam 9 aydı qarnında saxlayırsan məni. Ya Hüseyin deyib cırla doğubsan. Ay anam öpürəm. Ay canım. Canım. Allah səni balalıqdan əsir eləsin. Ay sağ ol. Allah sənə də mənim kimi ol uşaqlar versin. Zağılan mama. Ay mama. Amma özün kimi uşaqlar yox. Amin. Yəni 30 il zülüm verirsən. Ay canım sen mama. Aha! Buradan bütün mamalara agronu öpücükler. Gerçek atalara da agronu öpücükler. Öpürəm sizi, adımı unutabilirsiniz, tadımı asla. Reklam ve iş emektaşlık işbirlikleri için 010 201 51 01. Ara beni, yala beni hattı. Takip edin. Takipçimde 400 olsun kız. Hamınızı öpürəm. Hamınıza iyi geceler. Gece yuxunuzda beni görün. Əsas da oğlanlar. Davay kız ben kaçtım. Kombinimde Miyum'dan almışam da zaradı. Öpürəm sizi. Davay. Paka. Yiyemez sizi yiyeyim. Davay de öpürəm. Hadi gidin yatık. Çüküldeşkin kız hadi öpün. Arvatlar gidin elinizi arvadınıza. Gidin kız. Çay koyayım çaydan sonra öptüm.